Azərbaycan xalqına müraciət edirəm. O 9 milyon xalq öz hüquqlarını qoruya bilməyəcəksə, öz səslərini qoruya bilməyəcəksə, onlar köləlikdə yaşamağa məhkum olacaqlar. Və əgər Azərbaycanda bu proseslər geçsə, biz təxminən 50 ildən sonra balaca demək, Əliyev, Heydər İlham oğlunun 5-ci seçimində yenə də müxalifətdən danışacağıq. Müxalifətdə birlik lazımdır. Heç bir o tirəliyə ehtiyac yoxdur. Fikir ayrılığı ola bilər, amma böhtanlar, şantajlar yığılmalıdır. Milli Şura əgər Azərbaycan xalqını özünə, belə deyək, qarşısına düşüb, avangard rolunu oynayıb, milli azadlıq hərəkatı təşkil edə biləcəksə, etsin. Yoxsa mən hesab edirəm ki, Azərbaycan xalqının qarşısında çox böyük günah işlədəcəklər. Bunu mən yaratmamışam, özləri yaratdı bir-birlərinə qarşı. Mən sizə tam səmimi deyirəm. Əgər İsa Qəmberi dəstəkləsə Milli Şura və İsa Qəmbər prezident seçiləcək 100%. Və yaxud da Əli Kərimlini dəstəkləsə, Əli Kərimli seçiləcək. Və yaxud da Lalə xanımı dəstəkləsə, Lalə xanım keçəcək. Yəni, Milli Şura bu günlərin və Azərbaycan müxalifəti vahid namizəd üstünə gələ bilsələr, o qalib gələcək. Amma edə bilirlərmi? Yox. Niyə məhz intellekt axtarırlar? Bax, bu sual fikirləşməlidir bütün bu müxalifət partiya liderləri də, bütün insanlar da fikirləşməlidir ki, niyə kimisə tanınmamış bir adamı istəyirlər, amma öz aralarında birini seçib qoya bilmirlər. Bax, bu sual çox həddindən artıq, belə deyərdim, Azərbaycan xalqını narahat edən bir sualdır. Yəni, demək istəyirəm ki, bu qədərmi bir-birinə nifrət olar? Kimsə prezident olmaq istəyirsə, kimsə birinci şəxs olmaq istəyirsə, 9 milyon xalq bəhməzəb olmalıdır. Mənim üçün təfavüt etməz. Küçədə bizi süpürgəsi prezident seçilsin. Tək Azərbaycanda demokratik cəmiyyət qurulsun. Amma çox təəssüflər olsun ki, partiya mənsubiyyəti olan şəxslər ancaq istəyir ki, öz partiyası mütləq hakimiyyətə gəlməlidir. Niyə? Niyə? Bax, soruşuram, niyə? Hansı səbəbdən? Axı, partiyanın, belə deyək, sosial bazası 5 min, 10 min, 50 mindən yuxarı deyil. Azərbaycanda isə seçici 4 milyondan çoxdur. Yəni, demək istəyirəm ki, partiya mağara psixologiyasından çıxmaq lazımdır. Niyə Rüstəm İbrahimbəyev dəstəklənir bütün 5 partiya tərəfindən və xalq tərəfindən dəstəklənir? Niyə müxalifət liderləri xalq tərəfindən və müxalifət tərəfindən dəstəklənmir? Bilirsiniz niyə? Çünki özlərinə, belə deyək, siyasi badalaq vururlar. Olmaz. Və bu badalağın nəticəsində Azərbaycan xalqı uduzur. Mən yenə də deyirəm, bu qədər mi siyasi qısqanclıq olarmı? Bu qədər də siyasi intriqalar mı olarmı? Qoyun normal demokratik cəmiyyət qurulsun, ondan sonra seçkidə kim güclüdür, hansı partiya güclüdür, o hakimiyyətə gəlsin daha. Amma çox təəssüflər olsun ki, bu günlərim siyasətdə qardaşı qardaşa, nə bilim, bacını qardaşa, dostu dosta, rayonu rayona düşmən salmaqla, nifaq salmaqla olmaz. Yəni, demək istəyirəm ki, fikir verin, bu il müxalifət hakimiyyətə gəlməsə, minimum 10 il müxalifətin ölümü deməkdir. Ölümünə razıdırlar, amma digər müxalifət liderini mən ad çəkmək istəmirəm. Hakimiyyətə gəlməsini istəmirlər. Ölümlərinə hazırdılar. Yəni, bir siyasi bir qurum kimi 10 il, 15 il yenə də ölümə hazırdılar. Amma öz siyasi, öz əqidəsinə qulluq edən oponenti siyasi liderin hakimiyyətə gəlməsini istəmirlər. Fikir verin, bir İsa Qəmbərin adı çəkilən kimi, bir Əli Kərimlinin adı çəkilən kimi, bir Lalə Şökətin və yaxud da digər adı çəkilən kimi əks tərəf dərhal elə reaksiya verir ki, sanki düşməndirlər bir-birlərinə. Olmaz. Belə bütün bunların nəticəsində uduzan Azərbaycan xalqı olacaq. Cavab verən də həmən müxalifət liderləri olacaq.